Yeniden hər birinizi salamlayırıq, dəyərli izləyicilər. Siyasi reaksiya verilişinin saat 15 olan canlı yayın buraxılışını izləyirsiniz. Dünyanın qaynar gündəmi müzakirə edəcəyik. Qeyd etdiyimiz kimi səhər saatlarında Moskvaya PUA hücumu olub onlarla və ümumilikdə gecə saatlarından etibarən Rusiya ərazisinə Ukraynadan 337 PUA hücumu olub və 337 PUA daha doğrusu zərərsizləşdirilib. Rusiya deməli Müdafiə Nazirliyinin yaydığı məlumatdır və 2 nəfərin öldüyü, 20-yə yaxın şəxsin yaralandığı bildirilir Moskvaya edilən hücumla bağlı. Paralel olaraq Ciddədə Səudiyyə Ərəbistanında keçirilən görüş keçirilir. ABŞ və Ukrayna nümayəndə heyətləri arasında ilkin olaraq Ukrayna Prezident Ofisinin rəhbəri Yermakın açıqlaması var ki, görüş konstruktiv başlayıb. Rusiya tərəfi də qeyd edir ki, paralel olaraq görüşlərin keçirilməsi və bu PUA hücumları, Rusiya ərazisinə edilən hücumlar nədir? ATƏT-in baş katibi Rusiyada, Moskvada səfərdədir və baş katibi də götürüb PUA hücumu deməli olan ərazilərə aparıblar, bir baxış keçirib hadisə yerində təfərrüatları diqqətinə çatdırıblar. Ümumilikdə müharibənin gedişi, Trumpın mövqeyi, Amerikada gedən proseslər, eyni zamanda digər məsələlər də var ki, irəliləyən dəqiqələrdə müzakirə edəcəyik. Studiyamızın qonağı professor politoloq Qabil Hüseynli ilə. Qabil müəllim, xoş görürük sizi. Xoş gördük. Başlayaq, bax bu Rusiya ərazisinə edilən hücumlar, qeyd etdim, təfərrüatları diqqətinizə çatdırdım və paralel olaraq danışıqlar prosesi və qeyd etdiyim kimi ABŞ və Ukrayna nümayəndə heyətinin görüşü keçirilir Ciddədə və Trumpın da bir açıqlaması olmuşdu ki, faydalı qazıntılarla bağlı saziş imzalansa belə, bu Rusiyaya, Ukraynaya kəşfiyyat məlumatlarının bərpası anlamına gəlmir. Birinci başlayaq bu hücumlardan, daha sonra Trumpa keçid alacağıq. Buyurun. Bu hücumlara görə Rusiya Ukraynanı qınaya bilməz qətiyyən. Yoxsa heç kim beynəlxalq qanunlara görə atəşkəs haqqında saziş yox, hər hansı bir müqavilə bağlanmayıbdır. Tərəflər 3 ildir ki, müharibə aparıb. Bu müharibə ərzində əgər bunlar PUA-larla Rusiyaya qarşı mübarizə aparırlarsa, onlar ballistik raketlərlə, İskəndər raketləri ilə, ən dağıdıcı silah, öldürücü silahlarla Ukraynanı atəşə tutublar. İndi tutalım ki, 5-3 PUA Moskvaya düşübdür. Bunlar hayküy salıb, ATƏT-in sədrini ölkəyə dəvət ediblər və s. və s. Müharibədir, əzizim. Sənin Ukraynaya qarşı etdiyinin heç %1-ni bunlar etməyiblər. Qaldı PUA hücumuna, yalandan deyirlər ki, PUA-ların neçəsini vurmuşuq, ay nə bilim, endirmişik. Mən inanmıram, çünki bu saat Ukrayna PUA istehsalına görə dünyada birinci yeri tutur. Bu dəqiqə Ukrayna ordusunun sərəncamında 4500 hazırlanmış, həm də müxtəlif modifikasiyalı PUA-lar düzülüb, gözləyir öz hücum vaxtını. Hər gündə 1000-ə yaxın PUA istehsal olunur. Bu, Rusiyada böyük həyəcan doğurubdur. Rusiya 5-3 PUA istehsal edə bilmir. Amma Ukrayna həmçinin ballistik raketləri də istehsal etməyə başlayıbdır. Üstəlik o ballistik raketlərin bir neçəsi Böyük Britaniyadan gəlməyə başlayıbdır. Başqa ölkələrdə indi siz bilirsiniz ki, Avropa ölkələri, Avropa Birliyi Ukrayna müharibəsinə yardım üçün 800.000 dollar həcmində pul yığmağı və bunu müharibənin tələblərini ödəmək üçün istifadə etməyə qərara gəliblər. Bugün artıq başqa bir iclas da keçirilir. Avropa Şurasının iclası keçirilir və istəyirlər ki, Avropa Şurasını ikinci NATO'ya çevirsinlər. Yəni, NATO tipli hərbi, siyasi təhlükəsizlik təşkilatına çevirsinlər. Proseslər Avropada çox sürətlə gedir və Ukraynanın özündə də həddən artıq sürətlə gedir. Danışıqlardır.
Səudiyyə Ərəbistanında danışıqlar gedəcək. Danışıqlarda Zelenski də iştirak edir. Bəli. Danışıqlarda əsas məsələ Ukraynanın faydalı qazıntı yataqlarını, qranit yataqlarının istifadəsi haqqında və bunu Amerikanın Ukraynaya verdiyi borcun əvəzi kimi silinməsi məsələsi gündəmdə olacaq. Əvvəl onu deyim ki, əvvəlcədən NATO ölkələri qərara gəlmişdilər ki, Rusiyanın xaricdəki banklarda olan pulları, məsələn, Milli Bankın İsveçrə banklarında, Rusiya Milli Bankının Bəli. 300 Aktivləri verilsin. 300 milyarddan çox aktivləri var. O aktivləri borc əvəzinə silah göndərən ölkələrə verilsin. İndi situasiya tez-tez dəyişir. Bu Trump vəziyyəti çox sürətlə dəyişdirdi. Dəyişdirdi deyəndə hər şeyi buraxdı Stixiyanın sərəncamına. Stixiya başladı aləmi bir-birinə qatıb xaos yaratmağa. İndi mən baxıram ki, bayaq deyirdi ki, biz Ukraynaya heç bir məxfi məlumat və yaxud da kəşfiyyat məlumatları göndərməyəcəyik. İndi deyir ki, onu dayandırdıq, göndərəcəyik. Mən bugün oxudum. Dünənə qədər deyirdi ki, biz silah göndərilməsini tamamən dayandırdıq. Bu mümkün olan şey deyil. İndi isə deyir ki, yox, silah göndərə bilərik. Amma bunun üçün bir-iki şərt qalıb. Onları da Ukrayna yerinə yetirsə, ondan sonra silah göndərilməsini də bərpa edəcəyik. Mən belə görürəm ki, gülməli də gəlsə, mən elə bilirəm, Amerikada dövlət yoxdur. Bir Trump var. Dəli Trump. Hər şey deyirsiniz ki, Trump'ı fikrindən daşındırdılar. Onun necə ağrıyan yerini qapının çərtəsinin arasına qoydular və sıxdılar. O bir qədər özünə gəldi və indi deyəsən müəyyən həqiqətləri başa düşməyə başlayıbdır. Başa düşür ki, ay kişi, Rusiya həmişə Amerikanın düşməni olubdur. Avropa həmişə Amerikanın quruluşunda, Amerikanın təchizatında birinci dərəcəli rol oynayıbdır. Bugün Avropanı bir kənara tullayıb Rusiyanın ətəyindən yapışmaq və yaxud da ki, Rusiyanın ağzı ilə danışmaq bu sözün həqiqi mənasında həqarətdir. Və ona görə də indi mən bilmirəm Trump nələri başa düşüb, özü üçün götür-qoy eləyibdir. Amma onu bilirəm ki, Avropa Birliyi heç nəyə, Trump'ın nə düşünməsinə, Rusiya ilə nə danışmasına əhəmiyyət verməyərək özünün ordusunu qurur. Hərbi büdcə hamısında 2 dəfə yarım artırılıbdır bütün ölkələrin. Ondan sonrasına bir sıra sənaye sahələri. Məsələn, Almaniyada Mercedes zavodlarının hamısı çevrilib olub, müxtəlif silah istehsal edən zavodlara çevrilibdir. Hərbi təyinatlı zavodlara çevrilibdir. Eyni addımı Böyük Britaniyada atır. Məsələn, mənim yadıma düşür ki, Trump Zelenskiyə deyirdi ki, biz silah verməsək silahı hardan alacaqsınız? Bu da dedi ki, işte silahı özüm də istehsal edirəm, özümüzdə də istehsal olunur. Amma bizim dostlarımız var, onlar silah istehsal edib bizə verəcəklər. Amerikadan başqa heç kim silah istehsal eləmir. Bunun xəbəri yoxdur ki, evin Allah etdirsin. Know-how deyirlər, yeni texnologiyalar deyirlər. Bunların hamısı ya Avropada azacıq da Çində yaranır. Avropa dünya texnologiyasına, hərb texnologiyasına, dünya elminə, ondan sonrasına digər yeniliklərə, texnoloji yeniliklərə təkan verməsə, dünyanın inkişafı bəlkə də yavaşlayar və dayanar. Ona görə də
Amerika'yı ya buna başa saldılar ki ay kişi arabanı düstürmürsən. Yaxud da ki xəbərdarlıq elədilər. Böyük dövlətdir. Özü bu böyük dövlətin münəvrəsini İngiltərə, ondan sonrasına elə İspaniyanın özü, elə Almaniyanın özü qoyubdu. Oradakı əhalinin bir çoxu bu dediyim dövlətlərdən olan insanlardır. İndi vəziyyət dəyişir. Vəziyyət dəyişir. Əgər bir gecədə Ukrayna, Rusiya üzərinə, özdə hələ ki Podmoskovya hədəf kimi götürür. Moskva ətrafı, Kreml yox ha, Kremlin mərkəzi yox ha, Moskva ətrafı hədəf götürülür. 1000 PUA buraxırlarsa və bu PUA'ların hamısı da kamikadze PUA'lardır və koordinatları çox dəqiqliklə tutur və uzağı 10 sm, 15 sm hədəfdən yayınma ehtimalı var. Bunların hamısı hədəfə çatırsa, Müdafiə Nazirliyi deyir ki, çoxunu havada vurduq. 7 PUA zərərsizləşdirilib rəsmi açıqlamada, bəli. Heç necəcən onu vurdun, heç görməyibsən. Gəlib zada yerə düşüb partlayıb, partladandan sonra zaman bilibsən ki, gəlibdir. Bu işin bir tərəfi, ikinci tərəf ondan ibarətdir ki, Ukrayna artıq dünyanın ən çox PUA istehsalçısına çevrilibdir. Bəli. Özdə PUA'lar rəngarəngdir, müxtəlif modifikasiyalardadır. Bu PUA'lar tutalım ki, yerdən idarə oluna bilir, ondan sonrasında nə bilim, müxtəlif intellektlə idarə oluna bilir və s. Qərara alıblar ki, gündə də 1000-dən çox PUA istehsal edilir. 1000-ini atır, 1000-ini də istehsal edir. Bundan sonra hər gecə 1000 dənə PUA buraxsalar, yer göy şamşım olacaq. Ondan sonrasına bunun qabağında gəl dur görüm necə durursan. Mən müharibəni vəsf etmirəm. Körpə evlərinə İskəndər elmlərdən atəş açanda mənim ürəyim ağrıyırdı. Yaşayış evlərinə ballistik raketləri, nüvə başlığı daşıya biləcək ballistik raketləri buraxanda və yaxud da ki, təyyarələr, ondan sonra müxtəlif silah növləri Ukraynanın paytaxtından tutulmuş da Lvova qədər hər şeyi bombalayanda, onda kimlərinsə bilmirəm, ürəyi ağrıyırdı ya yox, mənim ürəyim çox ağrıyırdı. Təbii ki, günahsız insanların öldürülməsi müharibənin faciəsidir. Amma neyiniyək ki, bir dəli bir andaca müharibəni dayandıra bilər. Deyər ki, sülh sazişi bağlayıram, qoşunlarımı geri çəkirəm, Ukrayna xalqından üzr istəyirəm, vurulmuş zərərin kompensasiyasını ödəyəcəyik və s. və ilə axır. Deyir, mənə yeni torpaqlar lazımdır. Zaporojyanın yerdə qalanı, Xersonun yerdə qalanı, nə bilim, Xarkova qədər istəyir bu, Lugansk'ın istəyir, Donetsk'ın yerdə qalanı. Allah sənin övünü tiksin, Allah sənin gözünü doydursun, qara torpağa kömsün, qara torpağın altında gözünü doydursun. Sən dünyanı istilam edəcəksən. Sən özü də böyük müharibələr edirsən, birinci parana bax, Türklər deməli. İkinci, qolunun zoruna bax. Üçüncü, əhalinin sayına bax. Dördüncü, silahlarının gücünə bax. Silahlar azalıb, istehsalı demək olar ki, dayanmaq üzrədir. Valyuta, pul məsələsi yox dərəcəsindədir. İndi o Trump'ın bir pişik gədəsi var. Arada bir bunlara ilham verən sözlər söyləyir. Starting'i bağlayacağım.
Startinga İran əgər kiber hücum edirsə, onun sonrasına Fələstin ərəbləri hücum edirsə və onun işini pozursa, sənin boynunu yerə soğumsan, startingin nə vecə yarayacaq? İndi də dünən deyib bağlayacağım starting. Bugün məlum olanda ki, yox sən demə Ukrayna değilmiş startinga kiber hücumları təşkil edən. Bu Fələstinlilər imiş. Bilirsiniz onlarda nələr var? Fələstinlər. Ha, get startinga bağla, qoy Fələstinin qabaqdakı döyüş briqadaları ilə arxadakı döyüş briqadaları bir-biri ilə rabitə əlaqəsi saxlamasın. Onlar startingindən istifadə etmirlər. Sən hələ Amerikanı çox qarışdıracaqsan, amma sənin ömrün azalıqdır. Qanun Kursk istiqamətində də ciddi döyüşlər gedir və artıq Rusiyanın bir çox onun artıq yaşayış məntəqəsini geri aldığı ilə bağlı informasiyalar var. Dünən də Ukraynanın Kurskda mühasirəyə Ukrayna ordusunun düşməsi ilə bağlı informasiyalar getmişdi. O istiqamətdə də vəziyyət gərgindir. Onu da bir sizin şərhinizi alaq. Çünki Kurskda irəliləməyi əsas danışıqlar masasında əldə olunmuş ərazilərlə qarşılıqlı dəyişdirilməsi üçün Ukrayna əsas hədəf kimi götürmüşdü. Yəni oradan sıxışdırılıb çıxacaqsa taleyi necə olacaq Ukraynanın? Mən oradan Ukraynanın tam sıxışdırılıb çıxarılacağına inanmıram. Ukrayna bir səhvə yol verdi. Donetskdə siz bilirsiniz ciddi döyüşlər getdi. Donetsk ətrafında. O döyüşlər gedərkən Kurskdən bir-iki briqada çıxarılaraq Donetskiyə gətirildi. Və Ukrayna Donetskdə uğur qazanmasının əsas səbəblərindən biri Kurskdan çıxarılmış quru qoşunları idi. İndi bundan sonra hərbiçilər də və yaxud dövlət də özü tədbirini görəcək. Mən bilmirəm nə edəcək, amma onu bilirəm ki, Donetsk ətrafında burada bunlar 7-8 kənd tutub, Donetsk ətrafında bunlar 10-dan çox kənd tutublar. Donetskin düz burnunun dibindədirlər. Və bunların fikirləri yaxın vaxtlarda Donetski tamamilə tutmaqdır. İndi müharibə taktikası dəyişdikcə, ondan sonrasında tərəflərin güc artdıqca, indi Avropa ölkələri də ki, Avropa ölkələri nəsə eləmək istəyir. İndi mən yazıq qabili onu bilmirəm, nə eləmək istəyir. Hərbi sirdir, hərbi taktikadır. Bu taktikanı bir neçə general bilir, bir də dövlət başçıları bilir. Onları işə salır. Məsələn, İngiltərə yeni silah istehsal edibdir. Yeni silah. Norveçdə. Norveçdə həmçinin. Ondan sonrasında Almaniya bir neçə növ yeni silah istehsal edibdir. Bunların hamısını Ukraynada döyüş meydanlarında tətbiq etmək fikrindədirlər. Hansı silahdır? Onların haqqında, yalnız bircəsi haqqında mən televiziyada gördüm. Silah evə oxşar, ştab qərargahı oxşar dəmirdən düzəldilmiş qurğudur. Qurğu yerin altına batır. Hava almaq üçün 4 dənə onun turbası var, oradan hava almaq üçün istifadə edilir. İçəridə ştab qərargah, silah, zat və nüvə silahına qədər var. Qarşıdan hər hansı bir hücum olanda bu yenə bir də gördüm ki, çıxdı yerin üzünə və bir ateş mənbəyinə çevrildi. Özü ölümcül silahlardan ateş açan mənbəyə çevrildi. Başqa silahlar da ki, istehsal edilir. Rusiyanın silahları ənənəvi döyüş silahlarıdır. Tanklardır, artilleriyalardır. Bu saat Rusiyanın istehsal etdiyi tankların hamısı Sovet İttifaqı dövründən qalmış, hərəkət qabiliyyəti demək olar ki, olmayan, sadəcə olaraq artilleriyasından istifadə edilən artilleriyası sazdır. O da amma uzağa ateş aça bilmir. Onları yerə bastırıblar müxtəlif yerlərdə, oradan ateş açırlar. 17 kilometr məsafəyə ateş açır.
Gülləsi o qədər gedir, mərmisi. Amma İngiltərənin verdiyi, özü yeriyən artilleriya qurğularının açdığı atəş 45-47 kilometrə qədər gedir. Həm də hədəfi vurma qabiliyyəti demək olar ki 10 santimetrə bərabərdir. Həmin Böyük Britaniyanın verdiyi, özü yeriyən eyni silahları Fransada verir. Həmin silahlar vasitəsilə yerə bastırdıqları bunların artilleriyasını, hansı ki mərmisi birdən elə topun lüləsi şişir, partlayır. Həmin raketləri bir-bir dənləyir. Tankları bir-bir dənləyir. İndi Trump qardaşı görək Rusiyaya nə kimi yardımlar eləyəcək, nə kimi zadlar eləyəcək. Amma ona mən inanmıram ki, imkan versinlər. Bu iki sistemin mübarizəsidir. İki düşərgənin, iki hərbi siyasi qurumun müharibəsidir. Trump kim olur ki, gəlsin Amerikanın min illər yox, ən azı 100 illər boyu formalaşdırdığı dəyərləri, ondan sonra formalaşdırdığı mədəni səviyyəni, mədəniyyəti, ondan sonrasına yaşayış tərzini və s. dəyişdirsin. Dəyişdirə bilmədiyi mümkün deyil bunlar. Dəyişdirsin və bundan Rusiyanın istifadə etməsinə və Rusiyanın bir aqressor kimi təzahür edib Ukraynanı da götürür. Avropa dövlətlərinə keçir, bəli. Keçir Avropa dövlətlərinə və s. Bunu utanmadan vitse-prezident deyir ki, Ukrayna məğlub olsa Avropanın işi çox ağır olacaq. Yekə kişisiniz abi, sizin bir siyasətçi mədəniyyətiniz olsun, siyasətçi dünya görüşünüz olsun. Trump yox, Ukrayna məğlub olsa. Siz fikrini yeniləyin. Bəli. Ukrayna məğlub olsa Avropanın işi çox pis olacaq. Bunlar Avropanı ediblər heç nə. Bütün texnoloji yeniliklər. Amma təhlükəsizlik baxımından da sizcə orada həqiqət payı yoxdur ki? Yəni Trump təhlükəsizlik çətirini qərbi dövlətlərin üzərindən götürəndən sonra, yəni təhlükəsizlik zəmanəti 80 ilə yaxındır ki, Amerika bunların təhlükəsizliyini təmin edir. Yəni artıq Avropa dövlətləri də bir təlatüm içərisindədir qeyd etdiyiniz kimi. Yəni Ukraynaya yardımların artırılması və s. yəni özlərinin növbəti hədəf onların olacağı təhlükəsizliyindən yola çıxaraq bu addımları atdılar. Qeyd edim ki, Parisdə artıq hərbi bir toplantı, konferans keçirilir. Ukraynadakı vəziyyətlə bağlı Birləşmiş Ştatlara dəvət olunmayıbdır. Bu məsələyə də toxunacağıq. Qardaşım, Böyük Britaniya tək başına Rusiya ilə müharibə apara bilər. Onun nüvə silahı da var. 12.000 kilometrə gedən raketləri də var. Ən müasir qırıcı təyyarələri də var. Digər silahları da var ki, biz onlar haqqında məlumatımız yoxdur. Mən eyni sözü biraz da artıq Almaniya haqqında demək istəyirəm. Almaniya dedim də, bayaq dedim, Mercedes maşınları buraxılmır. Digər minik maşınları da buraxılmır. Hamısı tank, top, nə bilim, nə döyüş maşınları buraxır. Rəsmi informasiya deyil Mercedes maşınlarının o buraxılmaması onun yerinə. Dinc sənayeni, mülki sənayeni hərbi sənaye yoluna çevirirlər də. Sovet İttifaqı 2-ci Dünya müharibəsində o da belirləmişdir. Bu sənaye müəssisələrinin ikili təyinatı var. Bir, mülki məhsulların buraxılışı, bir də hərbi məhsulların buraxılışı. O tipdə yaradılır. İndi yaxşı tutalım ki, zaten nəyə qalıbdır Rusiyanın? Ukrayna heç olmasa drone istehsal edir, ballistik raket istehsal edir. Ukraynanın nəyə qalıbdır? Milli Bankın bütün avarları, bütün
aktivləri hamısı xaricdə qalıbdır. Neft sənayesi yerində dayanıb durur. Qaz sənayesi dayanıb durur. Milli Bankın kisələrinə xarici valyuta gəlmir. İndi bu Rusiya haqqında belə müxtəlif fikirlər söylürlər. Rusiyanın 170 milyon əhalisi var. O 170 milyonun 100 milyona yaxını qeyri-Rus millətləridir. Az-saylı xalqlardır. Bunlar vətən deyib bağrını cırmayacaqlar. Döyüşə Zaputini deyib atılmayacaqlar. Bunlar hərəsi bir tərəfdə başını gecəyəcək və geri gələndə müharibə çağırışa getməyəcək. Bunlar da Rusiyanın genofondunu qorumaq üçün nə Sankt-Peterburgdan, nə Moskvadan, nə Nijni Novgoroddan, nə başqa yerlərdən çox Rusu hərbi çağırıcısı kimi orduya almaq istəmirlər ki, birdən köklü kəsilər, geni kəsilər bu əlimizin içində üfürüz saxlamaq istədiyimiz millətin. Ona görə də biz bir gördüyümüz şeylər var, bir də görmədiyimiz əl altından gedən işlər var. Krallıq, niyə uça-uça getdilər bunlar krallığa? Getdilər, əli boşda qayıtdılar, döndülər geri, pəcmürdə geri döndülər. İndi bu Amerikada elə bilir ki, o kolonializm dövrüdür, müstəmləkə dövrüdür. Hər an istila eləsəm, oranın sərvətlərini qatıb qamarlayacaqsan. Gözüm Ukraynanın o mərmər daşlarındadırsa, qranit daşlarındadırsa, kəsib apararsan. Bir qisminə vaxtım olacaq, bəlkə də heç vaxtım olmadı. Ben bunu deyirəm, mən bunun üzərindəyəm ki, müqavilə imzalanacaq o mərmər daşlardan, o qranit suxurlardan bir balaca bölümünü də götürüb apara bilməyəcəksən. Bu Trump'ın başında böyük bəlalar var. Bu bəlalar onu haradasa yaxasından yapışacaq. Ama Ukrayna uyanmış bir xalqdır, cəsur bir xalqdır. Ondan sonrasında artıq əksər zavodları demək olar ki, bərpa ediblər. Bunun 98 yaşındakı bir ayağı yox akademiki, əgər gecələr gedib soyuq zavodun içərisində yatıb ballistik raketini və eləcə də nüvə silahının düzəldilməsi üçün səy qoyursa, başına böyük bir komanda yığıb bu işə güc qoyursa, belə xalqa qalib gəlmək çətin olacaq. Çətin olacaq, bəli. Dünya da çətinliklərlə qarşılaşacaq, amma Ukrayna xalqının başqa yolu yoxdur. Əlinə düşən imkanlardan istifadə edib silahların mühasirini yaratmağa çalışacaq. Onsuz da dron istehsalı sahəsində bundan sonra Ukraynanı heç kəs qabaqlaya bilməyəcək. Heç kəs, hətta İngiltərənin özü. Ən öndə gedən ölkəyə çevrilibdir. Bir gündə, bir sutkada 1000 dron istehsal edir. Bunlar 78 addadır. 78 modifikasiyadadır. Bunların hamısı da öldürücü silahlardır. Öldürücü silahlardır. Gedir lap belə Moskvanın Çininə, eləsi var, Çininə alınır. Müəyyən qədər maşınla gedir. Ukrayna aldı da, xaxoldu. Bunun Rusiya sərhədini keçirdib Moskva ilə Xarkovun arasında cəmcümlətəni 500 kilometr məsafə var. O 500 kilometrin 200 kilometrini Çinin də dronlarla birlikdə bir neçə partizan aparır, Rusiya ərazisində yerləşdirir. Onlar təlim keçiblər, bunu hara atacaqlar, bu necə gedəcək, nə bunu. Gedir Rusiyanın ərazisindən o dronu atır. Bunlar da deyir, elə havada vurduq, heç tərpənə bilmədi yerindən. İndi nəysə, görək, keçmək lazımdır ki, bu
Səudiyyə Ərəbistanında nələr baş verir? Səudiyyə Ərəbistanında Ukrayna ilə Amerika arasında nə kimi danışıqlar baş verəcək? Bu Trump birdən-birə danışığının tərzini dəyişdirdi. Dedi ki, yox, biz Ukraynaya gizli kəşfiyyat materiallarını verməkdə davam edəcəyik. Bu bir bumerang. Bumerang yox, bu bir geriyə çəkilmə. Sonra dedi ki, biz müəyyən şərtlər var. Onu da danışdıqdan sonra silahların verilməsini də davam etdirəcəyik. Bu iki. Üçüncü, mən Amerikanın özünün... Bəzi açıqlamalar deyir, sonra öz dediyini təkzib eləyir. Yəni stabil fikirlər deyil. Olsun, bu saat Ukraynanın işi daha Amerikadan asılı deyil. Amerika kəşfiyyat materiallarını vermirdi, İngiltərə verirdi. Onlarınki eyni şeydi. Ondan sonrasına indi Amerikanın halına bax, əzizim. Trump gələnə qədər yumurtanın onu $1 idi. İndi yumurtanın üçü $1 olubdur. Bu gömrük rüsumlarının qaldırılması məsələsi də var, ona da münasibət bildirərsiniz. Onu da bildirirəm, bəli. Trump'a Kanada'nın istifaya gedən baş naziri xəbərdarlıq elədi ki, qaldırma, biz də qaldıracağıq gömrük rüsumlarını. Onda sizin üçün daha ağrılı olacaqdı. İndi bəlli olur ki, Amerikalıların yediyi soya və soya məhsullarının 90%-dən çoxu Kanadadan və Meksikadan gətirilmiş. Hər ikisi dayandırıb. Necə bunlar dayandırdı? Ölkədə sözün həqqi mənasında qıtlıq hiss edilməkdədir. Məlum olur ki, Amerikanın bütün kənd təsərrüfatında istifadə etdiyi agrotexniki maşınların hamısı traktordur, ot biçəndir, ondan sonrasını otu bağlayandır, nə bilməm nə, kəndçinin, fermerin əlində mühüm silah da budur. Bunların hamısını Amerika özü istehsal etmirmiş. Kanada'dan alınmış, Kanada istehsal edilmiş. Kanada onu da dayandırdı. Ondan sonrasına bu Panama kanalını Çin'in üzerine bağlamıştı. Çin gözünə döndüyüm bu vəziyyətdən istifadə etdi. Dünyanın bir sıra özünün ərk etdiyi ölkələrə müraciət etdi. Gəlin fürsətdən istifadə edək. Dolları boykot edək. Özümüz hələ bir müddət milli valyutamızla birbirimizlə hesablaşaq. Sonra Panama kanalından heç mənə lazım deyil. Mən Panama kanalından Amerikaya yük daşıyırdım. Bir də Kanadanın qərb sahillərinə yük daşıyırdım. İndi yükü daşıyacağım Kanadanın şərq sahillərinə. Oradan da dəmir yolları vasitəsilə Kanada özünün bütün ərazilərinə daşıyacaq. Yəni, baş verən hadisələr, bu gömrük müharibəsi, ticarət müharibəsi əslində Çinin işini xeyli irəli salıbdır. Çin sürətlə dünya bazarlarına yiyələnir. Dünya bazarlarında öz üstünlüyünü təmin etməyə başlayıbdır. Eyni zamanda dünya bazarları Amerika məhsullarından sürətlə imtina etməyə başlayıbdır. Almırıq, lazım deyil, apar zibilliyə tulla. Bax, belə bir bu ticarət, Dünya Ticarət Təşkilatından çıxıram. Hara çıxırsan, eləmi? Sən çıxandan sonra gör başına nə oyun gəlir. Dünyanın vahid ticarət tariflərinin hamısını müəyyənləşdirən Dünya Ticarət Təşkilatıdır. İndi sən bu təşkilatdan çıxandan sonra
Zat sənə soyanı bayaq satırdısa 48 dollara tonlu. İndi satacaq 1048 dollara. Çünki nizam yaradan beynəlxalq təşkilata sən tabi olmursan. Kimə şikayət edəcəksən? Qiymətin budur. Alırsan al, almırsan alma. Bu bir növ, mən bir qədər ola bilsin ki, müəyyən şeylərin nüanslarını biraz şişirdirəm, amma məsələ burasındadır ki, nırxı sən qoydun. Sən gömrük bazarlarında belə çaxnaşmanı yarattın. İndi o çaxnaşmanın da, necə deyərlər, nəticəsini hiss etməyə başlayırsan. Vəziyyəti, indi sizə, mən bilmirəm, Amerikanın içərisində çox ciddi təlatümlər başlayıb. Adicə uzadı, nədir, o vice-prezident var, o da zada gedirmiş. Vance. Dağda sürüşməyə gedirmiş, zadın yaxınlığında, Washingtonun yaxınlığında. Orada sən demək cəmaat bilib yola düzülürlər. Qarşısına çıxıblar. Qarşısına çıxıblar zaman. Bu uşaq da yanındaymış. Yanındaymış. Xizək qarışıq, uşaq qarışıq çevrildi, alt üstü oldu, getdi. Oğlum, görürsən, xalq nə deməkdir? Xalq deyilən şey nədir? Elə Vence'in əmsi oğlunun bir açıqlaması var ki, bilirsiniz də Ukraynada döyüşmüşdü bir müddət əvvəl. Tarixin bir parçası olmaq istəyirəm deyib. Trump və əmmi oğlu Putinin xeyrinə işləyən axmaqlardır. Belə bir açıqlama veribdi. Gözəl açıqlamadır, gözəl açıqlamadır. İndi vəziyyət belədir. Təxminən bu vəziyyətdədir. Görək, Səudiyyə Ərəbistanından hansı xəbərlərlə qayıdırlar? Mənim ümidim o qədər də yoxdur. Olsun atəşkəs. Dronlar yenə uçacaq. Qeyd edelim ki, dron PUA hücumlarına görə Bakıdan Moskvaya hərəkət edən təyyarə məcburi Kazana eniş edibdi. Rusiyanın Aeroflot aviaşirkətinə məxsus olan təyyarə, bu da son dəqiqə bir informasiya idi. Təyyarə Moskva vilayəti yaxınında havada 2 dəfə dövrə vurduqdan sonra Kazana yönləndirilib və Kazan hava limanına eniş edib. Yəni PUA hücumları yenə davam edir, hava məkanı bağlıdır. Çox şükür ki, tələfat olmayıbdır. Günahsız insanlar bir şey olmayıbdır. Mən elə günü səhər müharibənin dayandırılmasını istəyirəm. Amma bu şərtlə ki, işğal edilmiş torpaqlar sahibinə qaytarılsın. Və bir də bu ölkəyə vurduğun ziyanın kompensasiyasını ödəməlisən. Sən Nürnbergdə Almaniya nümayəndəsinə Feldmarşal Kuçentak'a ayağını dirədin. Rudenka var idi, Rudenka. Sonradan SSR'nin baş prokuroru oldu. O ayağını dirəyib dedi ki, SSR'də, mənim ölkəmdə məhv olmuş kibrit çöpünə qədər hər şeyin əvəzini ödəməlisiniz. Ödəməlisiniz. Ödətdirdiniz. Özdə birinci siz ödətdirdiniz. Heç Böyük Britaniya, Amerika bu məsələni qaldırmadı. İndi də kibrit çöpünə qədər kompensasiyanı ödəməlisiniz. Xalq nə zillət çəkib. Mən o itirilmiş həyatları demirəm, ölən insanları demirəm, dağılmış ailələri, paramparça olmuş ailələri demirəm. Onlar nə zillət çəkdi. Bu saat 12 milyon nəfər xaricdə. Bu Avropanı elə də belə nədən bir ölkə hesab eləməyin. Qabağına gətirir bir parça yemək qoyur. O yeməyi qoyandan sonra dalınca danışır. Ona görə də bu saat Ukraynalıların ölkədən çıxan hissəsi, ailəsi ilə birlikdə ölkədən çıxan hissəsi çox böyük, təhqiramiz bir vəziyyətdə, üzücü bir vəziyyətdə yaşayırlar. 5-3 qəpik özlərinin pulları var idisə xərcləyirlər. Yoxsa saatlarla humanitar yardım ediləcək deyərək gözləyib o humanitar yardımı gözləyirlər. Ona görə də onların vəziyyəti həddindən artıq ağırdır.
Yəni siz elə hesab edirsiniz ki, o dəymiş ziyanı ödəyəcək. Bizim artıq 2 aya yaxınlaşır vurulan təyyarədə dünyasını dəyişən insanlarla bağlı o kompensasiyanı ödəmirlər. İndi ödədilər, ödəmədilər. Bu bir töhmət mənbəyi kimi qalacaq. Sən niyə Nürnberg mühakiməsində görkəmli adamları, nə olsun o feldmarşal idi, müharibə iştirakçısı idi. Müharibə onun üzərinə bir əlavə yük qoymur. Müharibəni başladan Hitler idi, özünü də güllələdi, yandırdı. Səninki bunkerdən çıxmır. Çıxsın bunkerdən, xalqından özür istəsin, təpəsinə bir güllə sıxsın. Mark Rubio'nun bir açıklaması var. Dövlət katibinin ABŞ ümid edir ki, Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Rusiyaya qarşı deməli sanksiyaları sərtləşdirməyə ehtiyac olmayacaq. Yəni Rusiya danışıqlara gedəcək. Belə bir açıqlama da var. Təşəkkür edirəm Qabil müəllim. Əlavə deyəcəkləriniz varsa buyurun. Biz ayrılan efir vaxtı sona çatır. Mən də o Mark Rubio'nun dediklərinə qoşulmaq istəyirəm. Allah eləsin, insafa gəlsinlər. Ondan sonrasında bu müharibə dalğası dayansın. Bu müharibə dünya iqtisadi böhranını da dərinləşdiribdir. İndi dünya narahat günlərini yaşayır. Müharibə dayandıqdan sonra görəcəksiniz, yavaş-yavaş iqtisadi qalxınma başlayacaq. Yavaş-yavaş inkişaf başlayacaq və insanların maddi rifah halı yaxşılaşmağa başlayacaq. Mən istərdim ki, insanlar müharibəsiz dünyada sülh və əmanlıq içərisində bir-birinə ziyan vermədən yaşasınlar və ömür sürsünlər. Təşəkkür edirəm. Əziz izləyicilər, biz ayrılan efir vaxtı sona çatır. Sonda yeni qoşulan izləyicilərimiz yayımı geri verib baxa bilərsiniz. Yayımı bəyənərək paylaşmağı da unutmayaq. Eyni zamanda kanalımıza da abunə olaq. Hələlik sağ olun, salamat qalın.